Salam, xoş gördük sizləri hörmətli abituriyentlər. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test toplusunun sınaq nömrə 9-un izahına başlayıram. Bugünkü mövzumuz isə yeni dövrdür. Deməli, 17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində Osmanlı dövlətinə aid ümumi cəhət sultan hakimiyyəti mövcud olması aid deyil. Deməli, Səfəvilərlə sülh müqaviləsinin imzalanması 1639 17-ci əsrin əvvəllərinə aiddir. Xidmət müqabilində Tiyul torpağı bu Səfəvilərə aiddir. Avropada məğlub olmaq və geriləmə dövrü 1699 Karlovista sülhü və 18-ci əsrin əvvəllərində də Avstriya məğlub olması. Lalə dövrü də 1718-30. Bu da düşür 18-ci əsrin əvvəlləri, yəni 17-ci əsrə uyğun gəlmir. Cavab D variantı. İkinci testə baxaq. Vaterlo döyüşündə məğlub olan dövləti xəritədə müəyyən edin. Vaterlo döyüşündə də məğlub olan dövlət Fransadır. Cavab C-dir. Üçüncü testə diqqət eləyə. Fransa İmperatoru 1-ci Napoleonun fəaliyyətinə aiddir. 1-ci Aleksandrı məğlub eləməsi, bəli, bu aiddir 1807-ci ildir. Napoleonun hakimiyyət dövrü də 1801-15. Deməli, biri götürəcək biz buradan. Üstlər İttifaqı 1882. Trafalgar döyüşündə fransızlar qalib gəlib də, fransızlar məğlub olub. İngilislər yox, aid deyil. Sonra Avstriya-Prusiya ordularına qalib gəlməsi, bəli. Fransa bu Napoleon dövründə Avstriya-Prusiya qalib gəlmişdir. Napoleon dövründə də Osmanlılara qarşı müttəfiq olmayıb. 1-ci Aleksandr və 2-ci Aleksandrın ümumi cəhət, yəni oxşar cəhət istəyir bizə. Məhkəmə islahatları keçirilməsi. Bu 2-ci Aleksandrın dövrünə aiddir. Biri aid deyil, biri də aid deyil. Osmanlı dövləti ilə müqavilənin imzalanması, bəli. Həm 1-ci Aleksandr, həm 2-ci Aleksandr sülh müqaviləsi imzalayıb. Aqrar məsələlərdə, bəli, 3-ü götürəcək, cavab 3-dür. Taxılcılıq haqqında qərar verib 1-ci Aleksandr və 2-ci Aleksandrda müstəmləkə rejiminə tərkibçi hüquq haqqında qərar imzalayıb. Bu da kontinental blokada qoşulma aid deyil. 5-ci testə baxaq. İstiqlaliyyət müharibəsi dövründə demək, 1-ci İstiqlaliyyət müharibəsi ilə 2-ci İstiqlaliyyət müharibəsinin fərqi bizdən soruşulur. Demək, fərqə də biz baxsaq, deməli, Avropada ölkələrində böyük dəstək alıb. Bu birə aiddir. Yandırılmış torpaq taktikası, bu da birə aiddir. Partizan müharibəsi birə aiddir. İngiltərə müstəmləkəsi olan Kanada, bəli, 4. Gent müqaviləsində imzalanması 5. Demək, Gent müqaviləsi 1814, Kanadada 1867. Dominion hüququ. Dominion hüququ da budur ki, daxildə müstəqilliyi verir, xarici siyasəti özündə saxlayırdı İngiltərə. 20-ci əsrin əvvəllərində Böyük Britaniya dünya ticarətdə 1-ci yer tuturdu. Bəli, 1-ci yer tuturdu. Kapital ixracı 2-ci yerdə idi. Xeyr, 1-ci yerdə idi. Hindistanın işğalını başa çatdırdı. Bu 19-cu əsr. Kanadaya dominion hüququ verilməsi 19-cu əsr. Xarici siyasətdə Rusiyaya meyl etməsi. Bu Fransa, Rusiya, Böyük Britaniya, yəni İngiltərə Antanta qurulmasında iştirak etmişdir 1907-ci il. Burada da İbrahim Paşanın ümumi hakimiyyət dövründə dövlətin inkişafı haqqında bir qərar verməmişdir. Avropadan gələnlər üçün əyləncələr, ziyafətlər təşkil edir və nəticə soruşur. Osmanlı dövlətində əvvəlki qüdrətə bərpa edilməsi, xeyr. Kəndlilərin təsərrüfatı buraxıb ölkəni tərk etməsi, xeyr. Bax, nəticə budur. Osmanlıya qarşı çıxışlar, xalq çıxışları başlayır. Bunların heç biri ona aid deyil. Demək, cavab C. Burada da C.
8-ci testə baxaq. Səbəb nəticə əlaqələrinin uyğun variant bizdən soruşur. Niştat sülhü 1721-ci il. Rusiya imperiya elan edilməsi, bəli. Bir də şanlı inqilab, hakimiyyəti dinc yollar. Şanlı inqilab ona görədir ki, hakimiyyət dinc yollar dəyişib. Cavab 1-2. Krım müharibəsindən fərqli olaraq Balkan müharibəsi. Krım müharibəsində belədir. Bu bir Krım müharibəsinə aiddir. Yekun olaraq London müqaviləsi imzalanması. Bu Balkan müharibəsinə aiddir. Birinci Balkan müharibəsi də 1912 və 13-cü illərdə Osmanlı Rusiya orduları qarşılaşdı. Bu Krım müharibəsinə aiddir. Avropada hakimiyyəti başa çatdı. Bəli. 2-4. 10-cu testə baxaq. Eyler-Vill diaqramına əsasən Taipinlər hərəkatının oxşar və sipahilər, Taipinlərin sipahi hərəkatının oxşar və fərqli cəhətləri. Demək, biz birinci birə aid olanı seçək buradan. Üsyançılar öz dövlətini yaratması. Birə C-ni seçəcək. Qadınlarla kişilərin hüququ bərabərin tələbinin irəli sürülməsi. Birə C, E deyəcək. 1, bu 1. 2-yə, birinci doğrudan C, E-ni seçdikdə bu variantların xətt deyirik. 2-yə düşəcək. Zorla xristianlaşdırma siyasətinə qarşı baş verməsi, bəli. Bir də B-ni götürəcək, hərəkatın əsgərlərin çıxışının baş verməsi. Oxşar cəhətdə budur ki, müstəmləkə zülmü idi də. Həm Çində, həm Hindistanda. Bu Çinə aiddir. Bu da Hindistana. Cavab C variant. 11-ci testə baxaq. 1813-cü ildə deməli bu Fransaya aiddir bu. Bu ərazidə düşür 4-ə. Fransa ərazisi 4-dür. Waterloo demək müttəfiqlər tərəfindən məğlub edilməsidir. 12-ci testə baxaq. 19-cu əsrin 70-ci, 80-ci illərində oxşar cəhət. Demək, Yaponiyanın Osmanlı paytaxtın yox, respublika elan edilməsi yox. Burjua inqilabının baş verməsi xeyr. Konstitusiyalı monarxiya çevrilməsi bəli. 60-70-ci illərdə demək Osmanlı demək 70-ci ildə Osmanlı 80-də Yaponiyada bu baş vermişdir. Məntiqi ardıcılığı tamamlayın. Marna döyüşünün baş verməsi, İngilis və Fransız qoşunlarının uğur qazanması. Antant hərbi ittifaqının yaranması, bu Marnaya aiddir. Almanlar 2 dəfə zəhərli xlordan istifadə edilməsi aid deyil. Üstəlik ittifaqından çıxması aiddir. İtaliyanın məğlubiyyətdən sonra, 4-lərdən sonra çıxır. Şifel planı uğursuzluğa düçar olması. Bəli, cavab burada D variantıdır. Üstəlik ittifaqı Çanaqqale'də məğlub olub, qalib gəlməyib. Bu məğlubdur. Cavab D variantı. Tilsit sülhünün şərtinə biz diqqət edəcək ki, Fransanın hakimiyyət dövründədir. 1-ci Napolyon Bonapartın İngiltərəyə qarşı bağlanmışdır. Əlaqələr olmamalıdır. Yəni, burada İspan A variantı uyğun deyil. Avstriya arasında diplomatik xeyr. Rusiya ticarət edilə bilməzdi, xeyr. Burada əsas İngiltərə idi. Burada da 14-də cavab D variantıdır. Almaniya ittifaqına daxil işlərinə qarışmamalıdır, xeyr. Bunların heç biri aid. Uyğunluq gözlənilmişdir. 1-ci Pyotrla təxmasibi uyğunluğu bu deyil. Budur cavab. Hərb tarixini ilk dəfə Qumbalıqçılar Ocağının təşkil etmişdir. Sultan 1-ci Mahmudun dövrünə aiddir. Sonra 16-cı testə baxaq. Konqres vətəndaş müharibəsindən sonra ABŞ-a aiddirsə, deməli burada bu 1861-65-ci ildə vətəndaş müharibəsi olub.
Və burada qaradərilər hüquqlarına sahib olub. Yəni ağdərlərin daşıdığı hüququ qaradərlərdə daşımağa başlayıb. Səsvermə əsasında senatora seçilmək ilk dəfə söz mətbuat azadlığı bu birinci, yəni dövlət elanında var idi. Bax, budur, irqi ayrı seçicilik. Bunların heç biri uyğun deyil. 16-cı deyil. Birinci Dünya Müharibəsində Böyük Britaniyanın tarixinə aiddir. Birinci Dünya Müharibəsi 10-14-cü illərə əhatə edirsə əgər, Hindistanın işğalının başa çatdırılması bu 19-cu əsrə aiddir. Yəni bu Birinci Dünya Müharibəsi 20-ci əsr. Cənubi Afrikada bu 1910-cu il. Dominion hüququnun yaradılması, bayaq dominion dediyimdə daxili müstəqillik verilir, xarici müstəqillik verilmir. Bu da 1907-ci il. Deməli, cavab A variantı. 18-ci testə diqqət edək. Şimal müharibəsi dövründə 1720 və 1721, yəni 21 il davam etmişdir. Bu Şeyx Mənsurun Alda döyüşü 1785. Lalə dövrü ilə düşür də 1718-30. Lalə dövrü düşür bu dövrə. Bu da cavab B variantı. ABŞ 1-ci İstiqlal müharibəsi 1775-83. Rusiya Osmanlı arasında 1791 Yassa sülhü. Stuart Sırası 1603. 19-a diqqət edək. Birinci Pyotrun hakimiyyət dövrü, deməli, birinci Pyotr 1682-1725. Elə 25 yaş çox bilinəcək də, 25. Rusiyanın Krım xanlığını işğal etməsi, xeyr, bu Yekaterina dövrünə aiddir. Yəni Pyotrun dövrünə aiddir. Osmanlı dövləti müharibə aparılması, bəli, aparıb. Prot sülhü də imzalanıb. İlk hərbi donanma, bəli, Pyotrun dövründədir. Demək, 2-3 olanda bu variantların üzərinə xətt çəkirik. Qalır yerdə Poltava döyüşünün Rusların qalib gəlməsi və bu döyüşdən sonra da Ruslar imperiya olur. 18-ci əsrin birinci yarısı, 18-ci əsrin ikinci yarısı. 20-ci testə baxaq. Demək, bu Nadir Şah müqavilə imzalanması, biri A-nı götürürüksə əgər, cavab bizim elə aydınlığına baxsın. Bir dənə birini A-nı tapmaqla, bayaq mən sizə dedim, sürətli test işləmə bacarığı formalaşdırmaq lazımdır. 1-ə A, demək 2-yə düşür C, 3-ə düşür D. Dağılma dövrünün başlanması 18-ci əsrin ikinci yarısında Osmanlının və Sultan 3-cü Səlimin islahatları barədə qərar verməsi. 21-ə baxaq. Sultan, demək, 3-cü Əhmədin islahata keçirməkdə məqsəd. Hörmətli abituriyentlər, bu islahatların, yenə deyirəm, dövlətlər islahatlar keçirəndə dövləti çətin vəziyyətdən çıxartmaq idi. Və Osmanlıda geriləmə dövrü 1699-cu ildə başladığına görə müxtəlif dövrlərdə islahatlar keçirilib, nəticədə uğurlu olmamışdır. Osmanlı dövləti geriləməsinin qarşısını almaq, sarsılmış qüdrətini bərpa etmək. Bəli, cavab burada elə göründüyü kimi A variantı oldu da, yalnız bunların heç biri aid deyil. Yəni, islahatın keçirmək üçün mən sizə əvvəldən izahını vermək, dövləti inkişaf elətdirməkdir, ordu haqqında deyil. Xəritədə iştirak kodla ölkənin 18-ci əsr tarixinə aid xüsusiyyəti müəyyən edin. Bu, təxmini Pirinə yarımadasına düşür, burada İspaniyadır. Və belə deyərdim, İspaniyadırsa 18-ci əsr tarixinə aid olanda da burada ABŞ-a yardım etməyi var. İngiltərə qarşı müharibədə ABŞ-a ittifaq olmağıdır. Cavab elə göründüyü kimi A variantıdır. Burada B. Burada da A. 19-cu əsrin 60-cı illərə aid olan
müəyyən edən Rusiyada burjuva islahatının keçirilməsi biz burada götürəcəyik. Deməli 23-cü testdə biri götürəcəyik. Bəli, 1861-ci ilə təsadüf edir. Bu deməli 1. ABŞ-da 2-ci İstiqlaliyyət müharibəsi bu 19-cu əsrin 1812-14-də bu aiddir. Yaponiyada burjuva islahatının həyata keçirilməsi, bəli, budur. İngiltərədə 1-ci parlament islahatı 19-cu əsrin 30-cu illəri bu aiddir. 19-cu əsrin ortalarında müstəmləkə zülmünə qarşı azadlıq hərəkatına baş vermişdir. Bu hərəkat İngiltərə tərəfindən yatırılmış, gözlənilənlərə aid olduğu dövrün müəyyən dövrü. Burada demək 19-cu əsrin ortaları Çinlə Hindistan nəzərdə tutulur. Biri Tayfinlər hərəkatı, biri Sipahilər hərəkatı. Xəritədə biz diqqət eləsək, 24-cü testdə şərtinə uyğun olaraq bura deməli biri Çin, biri Hindistan düşür də. Deməli cavab 24-də də 1 və 2-dir. %25-ci testdə diqqətə baxaq. Osmanlı və Fransa dövlətlərinin 19-cu əsr tarixinə aid oxşar cəhət. Deməli, Osmanlı və Fransanın 1-ci Aleksandr dövründə Rusiya ilə müharibələr aparmaları, bəli, aparmışdır, bayaq dedim, 1807-ci il. Deməli, Osmanlı və Fransa dövləti 19-cu əsr tarixinə aid oxşar cəhət. Triyak müharibəsində Çinə qarşı mübarizə aparmaları, bəli. ABŞ-a qarşı İngiltərə dövlətinə müttəfiq olmaları, xeyr. Antanta dövlətlərə qarşı 19-cu əsrdə Antanta dövlətləri yox, bu 4-də deyil. Qırım müharibəsi Rusiyanın məğlub etmələri, xeyr, orada Osmanlı mübarizə aparıb. Oxşar cəhət bizdən istəyir. Oxşar cəhətdə deyil. Xronoloji ardıcıllığa diqqət edək. 26-cı testdə. Deməli, Üstlər İttifaqının yaranması 1882. Sipahilər üsyanı 1857. Osmanlı Prus sülhü 1711. 1-ci Napolyon Austerlitz döyüşündə qalib gəlməsi 1805. Deməli cavab burada olacaq. Prus sülhü ilə başlayacaq. 3. Deməli 1805, 3, 4. 2, 1. 27-ci testə diqqət edək. 1914 1-ci Dünya müharibəsi dövründə. Deməli, Birinci Dünya müharibəsində 1914-ü bizdən istəyir. Aid olan. Bu Tannenberg döyüşüdür. 1-ə düşəcək B. Deməli, 16-cı ildə düşür. Deməli, 1916-cı ilə düşəndə A, 2-yə düşəcək A və Yuslan döyüş. Deməli, belə deyək, 2-yə A və C. Kaperatorla Sadova bu döyüşlərə aid deyil. 1-ə B, 2-yə A, C. 28-ci testə diqqət edək. Demək, ümumi bu testə diqqət etdikdə videonu saxlayıb oxumaq lazımdır. Və burada nəticədə biz diqqət etsək, Bismarckın 28-ə düşür. Deməli, Bismarckın mənbədə bəhs edən bu nailiyyəti yolunda sürdüyü şüar nə idi? Dəmir qanla,
Burada 2 mənbə qeyd olunmalıdır 28-29-da. Vahid dövləti yaratmaq, vahid dövlət yaratmaq və feodal qaydaları ləğv eləmək. 30-a da Fransaya qalib gəlmək. Rusiya ilə demək belə deyək diplomatik əlaqələri qurmaq. Hörmətli abituriyentlər, kanalıma abunə olub zəhmət olmasa sayını like eləyin. İnşallah gələn dərsdə digər sınaqlarda çəkib bir-bir paylaşacağam.